Agregat hallar aslında bildiğimiz bir şeylerdi. Yani sadece burada biraz indi xüsusi kəmiyyətlər var. İstəyirəm bir də video çəkək. Yəni gələcəkdə. Sırf o xüsusi kəmiyyətlər var ki, hansı xüsusi çeşidli kəmiyyətlər. Yəni demişdik ki, xüsusi istilik tutumu var idi. Ondan sonra keçici xüsusi yanma istiliyi var. Yanma sözü formunda. İndi burada indi iki dənə xüsusi kəmiyyət keçirik. Xüsusi buxarlanma istiliyi və keçici xüsusi ərimə istiliyi. Əslində yəni çətin şeylər deyillər. Amma qatışdırılan şeylərdirlər. Çətin şey deyil, amma qatışdıran şeydirlər. Yəni bu termodinamikada, ümumi molekulyar fizikada olan xüsusi kəmiyyətləri hamısı istəyirəm, elə bir ki, xüsusi nümunələşdirə bilinizdə. Onun üçün bir fəlsəfə işlədik. Agregat hallar arasında belə yazaq, amma bildiyimiz bir şeylərdən məncə yəni bunu. Var bərk, var nə? Maye, var bir dənə qaz. Bərkdə mayenin keçmək nədir? Ərimə var. Mayeden qaza, qaynama, buxarlama da deyirlər. Ondan sonra, bəs qazda maya keçmək? Dolma mı? Aman tatlı. Kondensasiya. Kondensasiya. Buydu, mayeden belki işte dolmaydı. Ondan sonra mayeden belki keçəndə bu dolma düşür. Dolma. Bunlar da var. 5'ten kromoya qaza keçmək də var. Sublimasiya və desublimasiya. Bunları belə dedim ki, sadəcə bir beynimizdə formalaşsın ki, agregatlar ümumiyyətcə nədir? Məsələn, 2 dənə kəlmə keçib, ondan sonra da qısadır. Yəni bu mövzumuz çox qısadır. Çox tez qurtaracaq. Bundan sonra var nə? Xüsusi buxarlanma istiliyi. Bir yanında yazdım ki, xüsusi ərimə istiliyi. Bunlar niyə yazdım yəni? Çünki bir-birlərini inanılmaz dərəcədə çox oxşuyurlar. Yəni ona görə də birini öyrəndən sonra ikincisini öyrənmək çox sadə bir şey. Yəni belə bir şey deyim ki, əslində yəni xüsusi istilik tutumu mövzusuna demişdik ki, hər bir fiziki bir maddənin, yəni ümumiyyətcə bir maddənin özündə xas nəyi var? İstilik tutma qabiliyyəti var. Yəni məsələn, dəmiri demişdik ki, daha tez istilətmək olur. Yəni gətirib dəmirin yanında bir jakanı yandır, 10 saniyə sonra görürsən ki, qızarma falan başlayır. Amma eyni ərzində suyu eləsən, görürsən ki, ilıqdır. Yəni çox istilətini bilmirsən. Yəni burada da əslində onun kimi demək olar. Bundan da yəni nədən asılıdır? Maddənin növündən asılı olan bir kəmiyyət var. Ki su üçün konkret budur, bu üçün budur, bu üçün budur. Belə bir kəmiyyət budur ki, məsələn, xüsusi ərimə istiliyi deyək. Çünki ərimə daha yəni bildiyimiz bir şeydir. Məsələn, buz. Buzu sən mayaya çevirmək üçün, əritmək üçün müəyyən miqdarda istilik verməlisən. Amma məsələn, dəmiri mayaya çevirmək üçün daha çox istilik verməlisən. Yəni daha o kəmiyyət fərqlidir. Biz keçəcəyimiz kəmiyyət oldu ki, yəni 1 kiloqramda konkret bir mayyəni hər mayya üçün fərqlidir, hər maddə üçün fərqlidir daha doğrusu. Yəni 1 kiloqramlıq maddəni tərif hətta çıxdı. Əritmək üçün lazım olan istilik miqdarına bərabər olan kəmiyyətin buxarlanma üçün də onun üçün də aid. Yəni suyu buxarlandırmaq var. Buxarlandırmaq üçün lazım olan istilik miqdarı. Bunda onun kimi. Yəni su buxarlandırma E hərfini göstərir. Bərabərdir Q bölgüsü nə? Q'ya əslində istilik miqdarı bunu bilirik. Amma burada elə bil ki, bunu ad mənasında buxarlanma istiliyi də deyirlər. Yəni buxarlanma istiliyi görəndə çaşmır. Buxarlanma istiliyi nədir? Q'dur. Amma bunun yəni bildiyimiz istilik miqdarı, yəni vahidi joule. Yəni elm adını olar bəs. Joule bölgüsü nə? Kiloqram. Bax, buradan tərifi çıxır. 1 kiloqram maddəni, 1 kiloqram maddəni buxarlandırmaq üçün lazım olan istilik miqdarına nə deyirik? Xüsusi buxarlanma istiliyi. Yəni konkret olaraq xüsusi buxarlanma istiliyi xüsusi bir kəmiyyətdir. Nədən asılı deyil? Məsələn, Q dəmirindən və hər digər şeylərdən, digərlər varsa, asılı deyil. Sadəcə maddənin növündən asılı olan bir kəmiyyət. Xüsusi buxarlanma istiliyi. İndi bunun üçün də Q-dən nə götürək? Q nəyə bərabər olar burada? Buxarlanma istiliyi də ki, eləmir. Nə bərabərdir? Eli. Lampa kimi falan yadında saxlaya bilərsən.
eləmirik buna. Neyse, yəni buradan deyəcəyim bu qədər. İndi xüsusi əlverçlilikdir. Sadəcə bizim dəyişən bir şey budur ki, hərf dəyişir və tərif dəyişir. Hərfdəki Yunanların lambda hərfi var. Belə işarə olunur lambda hərfi. Lambda hərfini göstərir, xüsusi əlverçlilikdir. Lambda bərabərdir Q bölünsün, burada da eyni şəkildə. Amma burada Q'nun adı fərqlidir. Q'nun adı da əlverçlilik. Yəni mahiyyətcə nədir? İstilik miqdarıdır. Enerji cinsindən bir istilik miqdarıdır, amma adını dəyişdirir. Lambda vaxtını alar. Ünlüsü. Sol bölünsün, bəs xüsusi əlverçliliyi tərif etmək olarmı? 1 kiloqram maddəni əritmək üçün lazım olan istilik miqdarına bərabər olan fizik kəmiyyəti nə dedik? Xüsusi əlverçliliyi dedik, lambda hərfini işarə elədik. Lambda da eyni şəkildə kim arasıdır? Q-dən, M-dən, nə bilirik, kim gəlir gəlsin üstünə. Yəni, bu dairə söhbətinə baxmır. Nədir? Aslı deyil. Ondan sonra bunu da Q-ndə yazaq ki, yəni ərimək istiliyini konkret soruşanda çaşmamaq olsun. Ərimək istiliyini nə yaza bilərik? Lambda M. Bunu lampa deyil yadda saxladın da. Bunu lamışıq falan yadda saxlaya bilərsən. Sıra verməyəm. Amma belə bir şey deyim ki, Q, M-dən hər iki üçündə yazıram burada ortadan ki, bir, Q nədir? M-dən düz mütəmasilasıdır. Yəni, məntiqlidir həqiqətən də, çox məntiqlidir. Çünki sən gətirib burada 1 kiloqram şey versən, buz versən, onu örtmək üçün müəyyən miqdar, istilik miqdarı lazımdır. Sonra gətirirsən, gətirirsən, Antarktidanı, gedər görüntər ərdəsən. Demək kütləsin asılıdır, yəni bu. İndi bir dənə çox sadə bir şey baxırıq və maraqlı bir şey baxırıq əslində. Bizə mənfi 50 dərəcəlik bir buz verilsə, bizə nə qədər istilik miqdarı lazımdır ki, o buzu neyimləyək? O buzu əritmək qoyacaq. Həm əridirik, həm çeviririk mayeyə, mayenin nitəsini çeviririk qaza. Yəni, çox adam bu konuda çaşır. Çünki həqiqətən də çox qəribə bir konudur, özünü görəsən. 154. Nə? 150. Yox. Bu Q'dur, vahidi Joule cinsindən olsun. Bu da temperaturdur, vahidi Celsius cinsindən olsun. Baxın, mənfi 50 dərəcədir, eləmi? Mənfi 50. Bu görünəcək mi? Yəni, bilmirəm tam. Mənfi 50 dərəcəlik temperaturdur. Mən burada 0 dərəcə olsun gəl, bu olsun 100 dərəcə, 150 demişdik, eləmi? 150 qədər istəyəcəyik. İndi bu nə fəal olar səncə? Müəyyən bir istilik miqdarı verməklə 0 dərəcəyə qədər həqiqətən nə qədər istilik miqdarı verirsə, düz mütənasib şəkildə nə eləyir? Artır. Niyə düz mütənasib? Q'nun düsturu var idi. Q bərabərdir C, M, delta, T. Yəni, buradakı hissə delta T-dən asılıdır. Düz mütənasib asılıdır. Yəni, konkret olaraq nədir? Bunun üçün Q nəyə bərabər? Hələ Q1 deyək. Çünki yekunda müəyyən Q'lər olur və yekun istilik miqdarı tapanda bütün Q'ləri toplamaq lazımdır. Ona görə də Q1 deyirəm bana ki, toplayanda mənə rahat olsun. C, buz üçün ayrı bir kəmiyyətdir. Su üçün ayrıdır, buz üçün ayrıdır. Qəribə bir şeydir bu da. Buz, M, delta, T. İndi elə bir şey var burada. Çox qəşəng bir şeylər bilir. Çox adam elə bilir ki, elə temperatur artırdısa, elə istilik miqdarı bir şey artırdısa, normal istilik miqdarı artırdısa, temperatur neyir, artı gedir. Qəribə bir şey ki, belə deyil. Sən temperaturun 0 olanda, bir şey 0 olanda, sən ona verdiyi istilik miqdarı, demişdik ki, buzun maksimum temperaturu nə qədərdir normal şəraitdə? Nə qədərdir? 0'dır. Suyu sən maksimum o qədər qızdırır bilərsən. Yəni, suyu yox, buzu istəyir. Buzu maksimum o qədər qızdırır bilər. Yəni, sən müəyyən bir sərkəndən sonra sən ona nə qədər istilik miqdarı versən də, onun temperaturu dəyişmir. Buzun temperaturu dəyişmir. Və deyirsən ki, məndə nə çox ola bilər ki, yəni enerji deyilən bir şey var. Mən bu enerji verirəmsə, enerji nəsə çevrilməlidir. Məsələn, az əvvəl telefon düşdü, kameramız qırıldı. Bu nə tür oldu o proses? Düşdüsə enerji var idi, potensial enerjisi var idi. O potensial enerji nəsə fəsadçılığı çıxmalı idi. Gəldi nə oldu? Kameranı götür qırdı. Potensial enerji. Burada da onun kimi. Deyirsən ki, mən yeni enerji verirəm ona. Temperaturdan dəyişmə bilər. Orada enerji temperaturun dəyişməsini getmir. Orada enerji sırf buzdakı molekulların aralarındakı şey var, rabitələr var. Rabitələr qırılmalı gedir. Rabitə qırılmalı nə olur? Çevrilir mayeyə. Yəni verilən bütün istilik miqdarı nəyə çevrilir? Buzun əriməsinə səbəb olur. Sadəcə tək şey bu. Buzun temperaturu dəyişmir. Bu sadəcə əriməsinə səbəb olur. Ona görə bu proses bunu görək, yaza biləcəkmi? Markerimiz son nəfəslərini verir.
prosesi nədir? Temperaturun asılı deyil. Temperaturun asılı deyilsə deyə bilərsən ki, müəllim, bu düsturda bir səhvlik var. Deyirəm ki, nə deyirsən ki, bu deyirsən ki, delta T. Temperatur dəyişmirsə, yəni sıfırda da qalır. Yəni temperatur dəyişmirsə, dəyişməsi nəyə bərabərdir? Yəni temperaturun dəyişməsi də olur. Sıfıra bərabərdir. Yəni belə çıxır ki, mən buna istədiyim miqdar vermirəm. Axı verirəm. Düstur səhv deyil. Səhv deyil, yox. Biz bir yaxlarım danışdıq ki, nə var? Xüsusi ərimi istiliyi var. 1 kiloqram buzu əritmək üçün lazım olan istilik miqdarı. Demək ki, biz o düsturdan istifadə etməliyik. Orada könətəl idi. Demişdik ki, nədir ki, lamışqa idi, değil mi? Lamışqa. Sən burada bunu istifadə etməlisən, lamışqanı istifadə etməlisən. Bu da nə üçündür? 2 deyək burada. Bu 1 olsun. Bu da 2 olsun. Biz qanlı qaçışımız olur düzdür. Amma 1 olsun, 2 olsun. Və burada ancaq buzumuz olur. Əlimizdə buzumuz var. Amma burada həm buzumuz var, həm də nəyimiz var? Suyumuz var. Yəni görürük ki, buzun dibində azı su gəlir. Bu da qəşəng bir şey. Yəni su varsa nə var? Həyat var. Ondan sonra 100 dərəcədə sonsuz şəkildə, yenə düzgün təmas şəkildə artır. Yəni burada düsturdan tərəli olur. Burada ancaq su olur ki, yəni hamı su içəndən sonra deyək ki, təzədən temperatur artmaya başlayır. Suyun temperaturu 20, 30, 40, nə bilim 60, 70, axırda 100-ə qədər gəlir. 100-dən sonra bu arada düsturuna yazın ki, Q3 nəyə bərabərdir? C su M delta T. Q3 buna bərabərdir. 100-ə gəlir. 100-dən sonra suyun temperaturu artmır. Suyun temperaturu bildiyimiz artmır. Nə qədər suyu qızdırsan da, su deyir ki, maksimum 100 dərəcəyə qədər gəlir. Təbii ki, təzyiqi, yəni normal təzyiqdirsə. Təzyiqi şey də ola bilər. Yəni, təzyiqi artıla bilər. Məsələn, həkimlər var, xəstəxanalarda falan filan olur bu. Götürürlər ki, bəzi mikroflar var ki, onlar 100 dərəcədə ölmürlər. Yəni, var elə mikroflar və ətin düşməsi sənə deyil. Və ya xəstəxanalarda ən çox işlənən nümunələrdən biri. Yox, xəstəxanada yəni ölmür də mikrof. Ondakı, yəni mən onu görmüşəm də xəstəxanalarda. Porşin var. Götürüb porşini sıxır, biz keçən dəfə təcrübədə nə elədik? Çəkdik. Çəkən təzyiqi azaltdık. Çəkə bilərsən. Gördüyünüz kimi suyumuz nə edir? Qaynamaya başladı. Ondan təzyiq artırırlar ki, su tez qaynamasın. Biz bir yaxlar elədik ki, biz eləyəcək tez qaynasın. 90 dərəcədə qaynatdıq. Amma onlar eləyirlər ki, gec qaynayır. Ona görə temperatur çox olur. O çox olur, mikrofları öldürməyə bacarırlar. Yəni ona görə də həkimlər falan belə bir şeylərdən istifadə edir. Q3 bərabərdir nə? C su M delta T. İndi buradan sonra da nə olur? Verilən istilik miqdarı hamısı çevrilir suyu nə eləməyə? Buxarlandırmağa. Verilən hamısı çevrilir suyun buxarlandırmağına. O da düz belə bir dənə nədir? Qrafikdir. Gəlir bura. Buradan nə edir? 100-dən 150-yə qədər. Burada da artıq artır. Bu arada burada nə gəlirik? Sarış. Burada 100 dərəcədə artıq nə edir? Çevrilir hamısı buxara. Və burada da nə olur ki, verilən istilik miqdarı hamısı buxarlandırmağa sərf olunur dedik. Buxarlandırma sərf olunur deyə burada hansı düstur deyirəm? Elm. Q bərabərdir elm. Yəni burada delta T getmir. Q bərabərdir Q4 olur. Eləmi? Elm. Buradan sonra da artıq yəni də Q bərabərdir nə? C buxar M delta T olmuş olur. Və ümumi indi buradan bura qədər gəlməyim üçün, 150 gəlmək üçün mən nə qədər istilik miqdar verməliyəm? Sualın cavabı da Q bərabərdir, hamısını toplayırıq. Q1 üstə gəl, Q2 üstə gəl, Q3 üstə gəl, Q4 üstə gəl, Q5, elə qədər Q5. Yəni belə bir şey var ki, indi suallarda var həqiqətən də. Amma suallarda bizim kimi insafsız deyirlər. Yəni mənfi 150-dən sənə 150-dən verilməsi deyil. Suallarda belə ki, sənə verir, atıram, 80-dən 120-yə. Bu arada, bu arada neçəsi var? 1 yerdən var, 2 dənə var, 3 dənə var. 3 dənə Q toplayarsan və yaxud elə 100-dən verir 120-yə. Burada 2 dənə Q var, 2 dənə Q toplayarsan və falan filan. Yəni bu qədər. Yəni mövzumuz bu qədər oldu. Heç nə qədər.